Bugünkü tema bilsən nə olsun? Hə. Qısa mövzu. Qısa mövzu 1. Qısa mövzu, Məhəmməd. Mövzumuz o qədər qısadır ki, video bu qədər. Götür qoy. 2 gündür kofe içmirəm. Doğrudan. Evdəyim də nətərçim. Axın səfə quş uçub girirdi içəri bu gün yenə yaxşı. Quş. O bilsən o quş da öyle idi. Bəlkə də quş idi. Pəs yadındadır. Mən gördüm. Yox, mən də qaraltı gördüm, sonradan gördüm. Amma xəstə idim, qızdıman var. Gördüm nəsə dəydi, qayıtdı. Gördüyüm şeyin çöldə olduğumu başa düşdüm. Ha, mən belə dəli oldum. Sən elə bildim o gəldi, oradan içəri girdi, mənə gəlir də. Çox o dərəcədə xəstə olmuşam və o xəstə mən video çəkməyə gəlmişəm. Mən halal olsun. Ona görə də çoxlu like'lar gəldi videoya. Doğrudur. Ha, salam əziz tamaşaçılar. Videonu ilə başlayıram. Heç belə uzağa getmirəm, heç belə baş uzağırmıram. Birincisi, dipçəyimizdə yüngül dəyişikliyi var, görürsünüz. Artıq kofe industriyasının olduğunu bu da sübut elədi. Bu arada bu gül, bu dipçək çoxsundan önəmlidir. Deyim nəzərinizdə olsun. İkincisi, bir daha salam. Biz Qəhvəxana və Rosfiz Əli proyekti ilə sizin yenə qarşınızdayıq. Məqsədimiz inkişaf, düzgün insanlarla, düzgün addımlarla. Sizin çoxlu suallarınız oldu bizim axırıncı videomuza. Axırıncı videoda suallardan biri nə idi? Bir qardaş narahatsızlıq bildirmiş ki, bizim hansımız çempion olmuşuq. İndi mən narahatsızlıq deməyim, düzgün olmaz, fikir bildirmişdi, belə deyək. Mən çox belə cavab yazmadım orada, amma ki, yazdım ki, biz çalışırıq çempion olaq dünya səviyyəsində. Məhəmməd və digər sfera uşaqlar qardaşla dərdləşiblər biraz orada. Amma ki, qısa şəkildə bu formada belə deyə bilərəm sizə cavab olaraq ki, bizim haradasa nailiyyətimizin olmamağı bu tam olaraq da bizim problemimiz olmayıb. Yəni mən öz adımdan danışım. Ən azından əmin olmuşuq ki, biz əlimizdən gələni eləmişik. Yəni ölkə çempionatları gündə 5 dənə çempionat keçirilmir. Ölkədə kofe assosiasiyası yoxdur. Sadəcə Aeropress və digər çempionatlar keçirilir. Bu çərçivədə bacardığımızı eləmişik. 3 dəfə dünya çempionatına iştirak eləmişik. Birində mən, birində Barat, birində Elşad. Hər dəfə bu dilə gətirilir. Bu təkəbbürdən irəli gəlmir. Bu reallığı, məcburiyyətdir. Bəli, çünki bunun əslində siz bir tərəfini görürsünüz. Mən bu bir tərəfini sizə başlayacağım ki, biz sadəcə bir çempionat üzərindən dünya çempionatına çıxırıq. Yəni 2 dəfə mərhələ keçirildi. Mən mərhələ keçməmişəm. Uşaqlar keçiblər mərhələ, arası bir mərhələ. İnşallah bu sistemi sındıracağıq. Yəni 2 dənə mərhələ keçirik. Uzun sözün qısası, gözəl qardaş. İnsanların birincisi nəyə nail olduqlarına yox, kim olduqlarına bax. Ondan sonra fikir bildir, zəhmət olmasa. Fikir bildirəndə başa düşəcəksən ki, bu kimə, hansı söz deyilə bilər. Əgər sualdırsa, sualın cavabı verildi. İrada idisə, yox, orada məncəli düzgün cavab verilib. Digər yaxşı tərəfi nə idi ki, kofenin elmi hissəsi ilə bağlı suallar verildi. Latte, cappuccino ilə bağlı ki, hansının şotları fərqlidir. Düzdür, bu çoxsuna gülməli, klassik gələ bilər, amma bu bir sualdır, heç bir sual mənə görə gülməli deyil. Aç baxdı sərdən can verirəm. Elə biz burada əziyyət çəkirik. Mən dedim, mən niyə baxmayaq ki biz? Bugünkü mövzumuz qovurma haqqında bəzi məlumatlardır. Bir də ölkənin kofe bazarındakı kofe dənəcikləri. Bugünkü mövzumuz budur. Bu mövzu haqqında indi çox maraqlı suallar edəcəyik, söhbətlər edəcəyik. Gəlin sizə bir sual verim icazənizlə. Niyə eyni espresso bəzi fincanlarda daha acı, bəzilərində isə daha balanslı olub? Gözəl qardaş, mən burada açıqlama vermişəm. Düzdür, indi video formatda da sənə açıqlama vermək istəyirəm. İBR Fego. Bu yəni ki, İbrahimdir adı. Öncə baxaq görək. Fərid İbrahimov. İBR Fego, Fərid əla. Buradakı məqsəd nədir? Məqsəd odur. Sualdakı cavab elə verməyimdə məqsəd nədir? Bu psixoloji bir belə deyim də addımdır ki, siz stakanlara qoyursunuz eyni kofeni qırmızı stakanda və yaxud ağ stakanda və yaxud tünd stakanda içəndə dad fərqləri dəyişilir. Bu psixolojidir. Bunu yazmışam sualınıza cavab olaraq. Amma ki bu belə deyim, həmişə belə olmur. Məsəl üçün bunu mənə eləsəz, mən onların üçün də eyni hiss edə bilərəm. Bunu məsəl üçün Məhəmməd eyni hiss eləyir. Tam da anlayışlı olmayan, biraz uzaq duran insanlar bundan tam belə çıxmasın, bu yazdığımı hiss edə bilərlər. Ona görə də bu qeyri-stabil bir fikirdir. Amma digər dəmləmə məsələsi isə əgər həqiqətən eyni dəmlənibsə, onda başqa. Sonra burada latte ilə cappuccino arasında shot espresso fərqi var. Keçən dəfə mən orada dedim. Əslində mən onu dırnaq içində demişəm, çox adam elə bilir, ciddi deyirəm. Yəni latte ilə cappuccino arasında şat fərqi yoxdur. Yəni bu sizin öz seçiminizdən asılıdır. Bir şatla da eləyə bilərsiniz, 2 ilə də eləyə bilərsiniz. Bu nisbi məsələdir mənə. Bu nə sənlə razıyam, nə o sualdan nəyə görə? Çünki bu belə bir şeydir ki, cappuccino lattenin ümumiyyətlə dünyada əvvəllər fərqi bunun köpüyündə idi. Sonra gördülər ki, birində süd azdır, köpük çoxdur. Digərində süd çoxdur, köpük azdır. O səbəbdən südü az olana double vurdular.
ki köpüyü çoxdur, kofenin dadı oradan daha çox gəlsin. Deyirlər ki, onsuz da buradan kofenin dadı gəlir, buradan daha çox kofenin dadı hiss olunur da, köpüyü çoxdur axı. Elə ki, boş havada da köpüydür, süd azdır, miqdar az, kofenin dadı daha çox gəlsin. Cappuccino double nəyədilər? Latte single-dan sonra dəyişdilər. Bu məncə stabil bir şey deyil. Konkret olaraq bu həmin o yerə aid bir şeydir. Mən özüm olsam ikisini də double-la verərəm. SKA standartında elədir. Mən double-la verərəm. Yox, SKA standartı belə deyəndə ki, mən coffee shop-a girmişəm, içində SKA loqosu uzadı. Orada cappuccino double-la idi, latte single-la idi. Mən bir dəfə məsələn Avstraliyada olub. Yəni bu belə pistə çıxmasın. Amma köpüyündə fərq var da, yəni. Köpüyündə fərq var. Elə adam var ki, cappuccino lattenin köpüyünü eyni verir ümumiyyətlə. Yox, belə bir şey var da. Əvvəl 1/3 hissəsi köpük olurdu, İtalyan standartı. Nescafe? Hə. Ondan sonra belə bir şey oldu ki, ikisi də artla verilsin. Amma artla verilsə də cappuccino'nun yenə də köpüyü lattedən daha çoxdur. Qulaq asıram. Cappuccino'nun köpüyü lattedən daha çoxdur. Yəni ikisi də artla verilir deyə bunların tək fərqi şatlı deyil də, yəni. İndi Zavizeniya var ki, belə vermir də. Var ki, şirkət ikisini də konkret olaraq deyir ki, bu innovasiyadır. İkisini də köpüyü ilə verir. Köpüyü az verir. Başa düşdün? İkisini də artla getsin deyə. Cappuccino əslində full tam forması bunun full köpüydür, ağ rəngdə belə papaq. O papaq da, adı da belə papaq, yəni stakanda papaq, yəni belə. Latte sadəcə süd deməkdir, ona görə südü boldur. Yəni bu yenə deyirəm, şirkət sizin özünüzün istəyiniz uyğun verə bilərsiniz. Yəni. Konkret heç kimsə deyəməz ki, bu standarta uyğundur, bu standarta uyğun deyil. Bunun verilmə standartı var. Amma sənin yaşadığın ölkədə bəlkə bu standartı bəyənmirlər. Sən burada pul qazanmalısan, yoxsa hansı standarta uymalısan? İstəyirsən lap denə ki, mən latteni südsüz verir. Əla. Bugünkü bizim mövzularımızın ən birincisi qovurma. Qovurma haqqında qısa danışacağam. Çox uzun danışmaq istəmirəm. Bizim qovurma təlimlərimiz var. Mən keçirəm Baristika Coffee Roastery-də. İlk öncə özüm haqqında məlumat verim ki, mən SKA Coffee qovurma üzrə professional qovurma mütəxəssisiyəm və qovurma təlimlərini bir müddət sonra hətta AIS-də almağı planda var. İndi vaxtı dəqiqləşəcək. Mən hal-hazırda SKA sertifikatı olmadan təlim keçirəm. Yəni SKA sertifikatı vermirəm. Bu sual çox ünvanlanır. Təlim SKA sertifikatı verilmir. Təlimdə sadə sertifikat verilir, SKA sertifikatı verilmir. Sadəcə mən indi məni tanıyanlar var, bilənlər bilir ki, mən təlimləri keçəndə bacardığım qədər o insanlarla əlaqədə oluram, can yandırıram. Sadəcə olaraq təlimlərimiz mən söz verə bilərəm ki, effektiv olur. Amma mən sizə demirəm bu təlimlərdə mən SKA sertifikatı verirəm. Çoxsu mənə sual verir. SKA sertifikatı verirsən, deyirəm onda gəlmirəm. Hə, öz sertifikatını sənə kopya edib verə bilərəm. Deyirəm, hə, sən? Yox, mən hə, yox, yəni bu bir sənəcə bir şeydir. SKA sertifikatı da veriləcək. Yəni məqsəd burada sertifikat almaqdırsa, okey, mən bu fikir hörmətlə yanaşıram. Məqsəd öyrənməkdirsə, bu başqa. Burada sertifikat ikinci planda olmalıdır. Onsuz da belə deyim, bu SKA sertifikatı hissəsi də mart-aprel aylarına təxminən həll olmalıdır. Demək istədiyim odur ki, qovurma təlimi çox önəmlidir. Konkret olaraq qovurmada samoçka olmaq biraz çətindir. Birinci bunun rasxotu tərəfi var özünüzün öyrənmək üçün. Əgər sizin avadanlığınız yoxdursa. Qovurma necə bir şeydir? Bir var, hal-hazırda mən bu qovurma mövzusunu ölkəmizə uyğun danışacağam. Bir var, kofeni qovurduğunuz zaman məqsəd sadəcə olaraq kofeni yandırmaqdır. Ölkə bazarı bunu tələb edir. Yəni ölkədə konkret 30 ton kofe satılırsa, ümumi ölkədə, bunun indi söhbət hələ speciality'dən gedir. Təsəvvür edin, siz speciality alırsınız və yandırırsınız. Məcburiyyət budur da. Yəni siz kofeni elə qovurmalısınız, yandırmalısınız ki, insanlar onu içəndə kommersial daddan qopub baxır. Bizim ölkə kommersial daddan qopub. Başa düşdün? O kommersial dadı speciality axtarır. Hələ də tam qopanmıyor. Speciality, siz kommersiyadan çəkilmisiniz, speciality'dən tanış olmusunuzsa, speciality'də kommersiyanın dadını axtarmayın. Yolunuzu dəyişmisiniz, getdiyiniz yolda köhnə yolu axtarırsınız. Siz əvvəl belə gedirdiniz, tutaq ki, indi düz yola girmişsiniz. Düz yolda niyə belə gedirsiniz ki? Düz gedin də. Düz demirəm. Faktiki də qardaş, yəni belə bir şey çıxmasın. Kommersial nə deməkdir, speciality nə deməkdir? Bu mənə çatmır. Başa düşürsən? Yəni deyir mən bəyənmirəm kofeni, turşdu deyir. Hətta mən yaxınlaşıram müştəriyə ilə danışıram. Hələ də var. Bu indi bizim açılışımızda bu Bariskan açılış vaxtında bu böyük idi. İndi azda amma hələ də konkret çoxdur da. Yəni nisbətən. Deyirəm ki, başım gələndə bildirmişəm ki, biz Bariska, speciality, kommersiya deyirik. Mənə deyir ki, bu acılıq zaten, yəni acılıq belə tündlük deyək də buna. Yəni bildiyin kofedə konkret tünd dadlar, karamelize olmuş dadlar. Yox, mən acı istəyirəm ki, mən karamelize olan dad istəmirəm. Dedim mən yaxşı da, indi acı necə bir acı verirəm. Bizim tünd Braziliyanı verirəm, deyir bu turşdur. Deyirəm ki, bəs turş deyil. Deyir turşdur, mənə turş gəlir. Dedim okey, sizə turş gəlirsə, gəlin onda belə eləyək. Mən sizə 2 dənə kofe verirəm, mənə poza turşu acını deyin. Mən sizin üçün nə acıdır onu bilim.
Gör nə edirəm? Bunu eləmişəm və bu gizlətmirəm bunu. Bunu açıq aydın sizə deyirəm, nə eləmişəm. Eyni kofeni 2 dəfə dəmləmişəm, 2 eyni kofeni. Qoymuşam, deyib biri acıdır, biri turşdur. Acı kofeyə deyib ki, bu dəhşətdir, mənə deyib bunu ver. Qəşəng. 2 dənə eyni kapdır. Qəşəng. 2 eyni espressodur. Mən dedim ki, yəni mən sizə bunu verəcəm. Sonra başa saldım ona. Dedim mən belə elədim. Və görürsən bu elədiyimin konkret səbəbi nədir? Sən biraz qabağındakı insanla əgər dadlandırma hissəsinə gəlmisənsə, başa düşdün? Uca inandı ona. Hə. Başa düş ki, bu sənə acı əvəzinə turş soxmayacaq. Soxanlar var, başa düşdün? Amma o da inanmadı. Ona əvvəldən, yəni bir insan əgər malını və dadını, kofesinin keyfiyyətini alladıb verirsə, o onun şirkətindən bəlli olur. O onun işlədiyi yerdən bəlli olur. O onun vidindən, fasonundan konkret biraz insan tanımaq lazımdır da, başa düşdün? Biraz çölbayır adam olmaq lazımdır. Öz şirkətində kofeni faktiki necə qovururuq? Bizim konkret birinci qovma avadanlığımız Loringdir. Dünyanın ən güclü, ən innovativ qovma avadanlıqlarından biridir. Bu qovma avadanlığının konkret olaraq özünə məxsus özəllikləri var ki, digər qovma avadanlıqlarında bu yoxdur. Bunun avtomat qovulmasıdır, afterburner sisteminin bu qədər güclü işləməsidir. Bundan əlavə kofenin balans hissəsinə kömək edir. Yəni Loring kofeləri konkret olaraq balans qovurur. Yəni çox şirin qovurur. Digər qovma avadanlıqlarının özünə məxsus plusları var. Loringin özünə məxsus plusları da var, Loringin digərləri kimi. Sadəcə olaraq Loring digərlərinə innovativliyi ilə seçilir. Qovurma industriyasında hansı şirkət qovurma avadanlığı olaraq Loring seçirsə, orada rahatlıq var, orada stabillik var, orada komfort var konkret olaraq 100%. Siz Loring olan şirkətlə işləyirsinizsə, əmin olmalısınız ki, həmin şirkət sizə stabil kofe verir, bundan əmin olun. Çünki bu o şirkətin əlində deyil. Avadanlıq məcbur bunu sizə verəcək. Avadanlıq özü məcbur stabil qovurur. Yəni siz əgər avadanlığı korlamasanız, avadanlıq orada qeyri-stabil verə bilməz. Mümkün deyil. Qovurma mütəxəssisi kimdirsə, bu insandır da. Nastiniyası korlana bilər, səhv edə bilər, başı qarışa bilər. Siz burada kip iş olur da, yəni iş vaxtı zapar olur. Burada elə konkret bir şey olur ki, təsəvvür elə dayanmısan, istehsalatçısan, 50 dənə sifariş çıxıb, 40 dənə sifariş çıxıb. Sən onu həm verməlisən, həm uşaqlara kömək eləməlisən, həm kofenin stabil qovurmağına baxmalısan. Qeyri-stabillik burada yarana bilər. Loring bu söhbəti aradan qaldırıb. Yəni konkret olaraq Loring baxıb ki, keyfiyyəti yaratmaq yox, keyfiyyəti yaratmaq və stabil saxlamaq keyfiyyətdir. Keyfiyyəti yaratmaq, keyfiyyəti yaratdığımdan qurtarmır. Yaratmaq və stabil saxlamaq, bu keyfiyyətdir. Qovurma işində biz burada nə etmişik? Biz kofeləri qovurduğumuz zaman kofenin acı dadını üstə saxlayıb, kofeni yandırmadan, kofenin çöl hissəsinə, yəni dənin çöl hissəsini yandırmadan, bu nəyə kömək edir? Burada saxlayıram söhbəti. Kofenin çöl hissəsi yanmayanda, dənin çöl hissəsi yanmayanda, bu birincisi grinderdən normal kofe kimi görsənir. İkincisi siz anlamalısınız ki, siz specialitindən istifadə edirsiniz. Kofeni yandırmağa, second crack-ə keçməyə, çatmağa ehtiyac yoxdur. First crack və second crack var, adlandırılan terminlər var bizdə. Bunlar nədir? Kofenin bir yerində kofe hardasa 195, 200, 205 dərəcəyə çatanda 205 olmur, 200 olur çox vaxt. Kofe first crack baş verir, ilk çatlama. O ilk çatlama vaxtı əgər söhbət espressodan gedirsə, siz 2 dəqiqə yarım, 3 dəqiqə maksimum dəqiqə aralığında kofenin inkişaf mərhələsində saxlayırsınız. Yəni istədiyiniz dərəcəyə, məsəl üçün 220 dərəcədə, 225 dərəcədə kofeni buraxmaq istəyirsinizsə, 2 dəqiqə yarım, 3 dəqiqə, 3 dəqiqə yarım aralığında, belə 2 dəqiqə yarım, 3 dəqiqə yarım aralığında, belə deyim, maksimum. Siz o kofeni buraxmalısınız. Hətta 3 dəqiqə yarım çoxdur. Məsələn bizdə 3 dəqiqədir. İstədiyiniz dərəcə çıxışında, yəni kofenin çıxış dərəcəsi neçə olmağını istəyirsinizsə, onu o dəqiqə ərzində eləyirsiniz. Bunun inkişaf mərhələsidir. Məsəl üçün 220 dəqiqəni 5 dəqiqə yığa bilərsən, 3 dəqiqə yığa bilərsən. Bunu elədiniz, kofe yanmır. Şirkətlər var ki, kofeni yandırır, zəqqutun eləyir. Yəni yaxınlaşırlar müştəriyə, müştəri deyir ki, mən yanmış kofe istəyirəm. Deyir, mən sənə yanmış kofeni verəcəm. Bu ancaq Azərbaycanda deyil, bu dünyadadır. Vermə. Sən inkişaf elətdirməlisən. Qardaş, sən o inkişaf elətdirməlisən. Sən verməyəcəksən, mən verməyəcəm, o verməyəcək, bu verməyəcək. Müştəri kofe-şopu bağlamayacaq ki. İşləyəcək kommersial şirkətinə biabır olacaq. Biabır olmağa qoydum. Kommersial şirkətinə işləyəcək kofeni alacaq 60 manata. 70 manata. Başa düşün necə? Elə bizim Azərbaycanda özündə. Ya ad da çəkərəm. Prosta ki, indi konseptə uyğun olaraq. Qəhvəxananın konsepti var, buradan Bəxtiyara salam, dəqiqədə mesaj yazır hamıya. Sən düz günün dalını deyəmsən, dipçəyəm. Yaxşıdır. Yəni kommersial kofedən istifadə edəndə o şirkətin kofeni paçka halında hər yerdə, yəni o belə alır ki, onun miqdarı bir də maraqlı sual var idi. Bir neçə dəfə rastlaşdım bu sualla. Deməli biz deyirik kommersial elə, specialty belə. Sual verirlər ki, ümumiyyətlə kommersialla specialty nədir ki? Suala gülməzlər. Yox, gülmürlər. Belə bir şey deyim də sizə, bu tək kofedə deyil, elə bilməyin ki, bu kofe terminidir. Bu dünyəvi, bütün, hətta bu insanlara da aiddir. Kommersial insanlar var, specialty insanlar var. Məsələn, bizim sferada kommersial insan çoxdur. Specialty ilə kommersialın fərqi nədir? Specialty bir məhsulun keyfiyyətli formasıdır. Kommersial bunun keyfiyyətsiz formasıdır.
Keyfiyyətsiz deyəndə gözəl qardaşlar, ey sferamızın inciləri, bu keyfiyyətsiz sözü sizin seçiminizdir. Keyfiyyəti aşağı olan kofeni istifadə eləmək siz ləyaqətsizsiniz demək deyil. Yəni bu o deməkdir ki, şirkət kommersialdır. Yəni patikanın üstə commercial yazılıb da. Mən daha sənə nə deyim, başa düşdün? Deyəndə ki, sən kommersialsan, çəkir qırır ki, bəs cəmaatın sən niyə bilirsən? Kommersialsan da qardaşım. Kommersial nə pisdir ki? Kommersial yəni hansısa bir malın aşağı hissəsi deməkdir. Yəni speciality olmasa, kommersial olmaz. Amma belə bir şey deyim də, kommersiya Azərbaycanda bir misal üçün coffee shop götürsək, bir coffee shopun yuxarı hissəsidir. Qiymət baxımından. Yox, həm qiymət baxımından, həm də insanların seçməsi baxımından. İnsanlar daha çox kommersiyaya üst tutur. Misal üçün X bir brendlər var da, hamısı kommersial coffee shoplar sayılır. Bəli. Onların hal-hazırda kütləsi specialtylərdən qat-qat çoxdur. Bu dünya strategiyasıdır da, mənim qardaşım. Bu dünya strategiyası. Tək kofedə belə deyilir, hər bir şeydə kommersial xüsusidən daha üstündür, satış baxımından. Amma sizə bir şeyin çox satılan malımı istifadə etmək daha maraqlıdır, həqiqətən keyfiyyətli malımı istifadə etmək. Yəni keyfiyyətli malı istifadə etməkdə maraqlı olan insanlar bizdən işləyir və yaxud digər sferalarda xüsusi keyfiyyətə malik məhsullardan istifadə edir. Amma siz xüsusi keyfiyyətə malik yox, sadəcə stabil olsun, həmişə olsun, sorun olsun, nağd olsun söhbətinizsə, başa düşdün? Ona görə də nə demək istəyirəm? Siz kommersial seçəndə birinci qiymətdə uduzursunuz. Təsəvvür edin, kofenin kilosunu almışsınız 70-80 manat, 50 manat, indi bilməm neçə idi. Aldınız bu qiymətə. Bunu kapa böləndə espresso gəlib çıxır 2 manat. Rasxodu bildiniz də. 2 manatı qoydun, gəlib sonra kofeni satırsan, deyəndə də deyir ki, təsəvvür elə kofenin baha satır və deyir ki, məndə keyfiyyətlidir ona görə. Halbuki satdığı məhsul keyfiyyətsiz məhsuldur, commercialdır. Keyfiyyətsizdir specialityyə nəzərən. Specialityyə, yəni xüsusi keyfiyyətliyə nəzərən. Başa düşdünüz? 07 Mercedes-dən yaxşı maşın deyil, amma 07 də pis maşın deyil. Yəni başa düşdünüz? O da maşındır, bu da maşındır. Prosta biri Mercedes-dir, biri 07-dir. Amma ikisi də maşındır. Nətər deyim, mən 5 illik millətə bu sözü başlayıram ki, qardaş kommersial pis deyil, kommersial bir üsuldur, bir üslubdur, bir növ seçimdir. Stabillikdir. Əlbəttə. Yəni hər dəfə eyni daddır. Siz kommersial sözündən istifadə eləməyin. Kommersial sözü düzgün cümlə deyil. Biz də bir şirkətik. Kommersial şirkətsən də. Yəni dünyada şirkətsən, mən də deyirəm, siz də bir şirkətsiniz. Sadəcə kommersial şirkətsiniz. Okey də yəni. Yəni budur da, faktiki olaraq budur. Nə pisdir? Biz də kofeni qovuranda söhbət getdi yola çıxdı. Biz də kofeni qovuranda elə qovuruq ki, kofeni yandırmadan o acılığı onda saxlayırıq. Bu da professionallıq tələb eləyir, ümumiyyətlə qovurma strategiyası tələb eləyir. Qovurma zamanı hansı kimyəvi proseslər var, o proseslər hansı uzanmalıdır, hansı qısadılmalıdır. Qovurma bu deyil ki, mən kofeni saldım, məndə məsəl üçün konduksiyadır, məsəl üçün dənin dəmirə təmas eləyə qovurmağı və yaxud konveksiyadır. Konveksiya nədir? Dən heç bir dəmirə təmas eləmədən isti hava axını ilə qovrulur. Bu da ikisi ayrı-ayrı dadlara, ikisi ayrı-ayrı dərəcələrə malikdir. Məsəl üçün bizdə konveksiyadır, ancaq isti havadır. Biz kofenin dən hissəsini korlamırıq, yəni çölünü, iç hissəsini stabil qovururuq. 360 dərəcə qovurma sistemi var. Yəni biz kofenin çölünü və içini eyni qovurduğumuza görə və avadanlıqda smart sistem var, yəni özünün öz təkrarlama sistemi var deyə biz qoyduğumuz kofe qovurma profili biz istəsək, biz istəməsək də o təkrarlanır. Manual daxil olmazsa o təkrarlanacaq. Təkrarlanır, 50 dəfə də qoysanız onu təkrarlayacaq. Təkrarlamaq üçün özü üçün belə əlləşir ki, onu təkrarlasın. Təkrarlayandan sonra da bu sizə gətirir konkret olaraq sizin indi 30 kilo aldığınızla sabah aldığınız 30 kilo eynidir və bunu avadanlıq edir. Yəni siz bariskanı seçəndə siz avtomatik low-range seçmiş olursunuz. Digər şirkətlərdəki avadanlıqlar, məsəl üçün Gisen, Probat, Beska və yaxud digər avadanlıqlar var. Buhler, Didrik, yəni çox da Topper var Azərbaycanda, Golden var, Has Garanti və bunların hansını seçəndə digər avadanlıqlar konkret olaraq, yəni belə deyim, bunlar konduksiya üsulu ilə gedir. Hansı ki, bu üsulla da siz keyfiyyətli kofe əldə edə bilirsiniz. Sadəcə biri konduksiyadır, biri konveksiyadır. Bunların belə deyim də qovurma prosesləri fərqlidir. Bəzi hissələr eynidir, bəzi hissələr fərqlidir, çox hissə fərqlidir. Sizin bir şirkətdən kofe qovurmasına görə bir şirkətdən yapışmağınız düzgün deyil. Şirkət var ki, kofeni super qovurur, başqa heç bir şey yoxdur. Şirkət var ki, kofeni yaxşı qovurur, yanında stabildə verir, servis də yaxşıdır, təlimi də yaxşıdır, sənə partnyorluqda eləyir, köməklikdə eləyir, staffada köməklik eləyir, sənin özünə də biznes ideologiyaları verir, marketoloji tərəfdən sənə kömək eləyir, şirkət sənə kömək eləyir, al-verənəm də, yapışın o şirkətdən. Yəni, əmin olun ki, yaxşı kofeni qovurmaq üçün sadəcə təlimlər, sadəcə biraz oradakı kadrasız fikir verməlisiniz. Digər hissələr
həm kadrlardan, həm də şirkət rəhbərlərindən, həm də şirkətin özünün biznesə baxışından gəlir. Yəni siz bir şirkətin anbarına baxsaz, siz bir şirkətin öz yaşıl kofe anbarında saxladığı kofeyə baxsaz, şirkətin daxilindəki kadrlara baxsaz, o şirkətin necə bir şirkət olduğunu başa düşəcəksiniz. Bir nəfər, səhv insan, pis insandırsa, pis şirkətdə bir nəfər yığılıb. Şirkətin içində 50 nəfər pis insan ola bilməz. Bu mümkün deyil. Şirkəti seçəndə düzgün seçməlisiniz. Kofe qovurma bizim ölkədə çox da güclü vəziyyətdə deyil. Çünki kofeni qovuran adamlar azdır. Yəni qovurmağı həqiqət və bu hətta mən bu qovuranların içində də bir dənə bölmə eləyərəm. Prosta indi bunu eləmək istəmirəm. Qovuran azdır, amma qovurma yeri də azdır. Ölkədə qovuran azdır. Qovuran yerlər azdır. Və məsəl üçün franchising-lər var. Birincisi ölkədə bu qədər kofe shop yoxdur ki, məsəl üçün ayda 1 ton satsın. United Coffee-miz ayda 1 ton satmır ki. Amma öz qovurması var, görürsən? Bir kofe shop başa düşməlidir ki, müəyyən yerdən sonra malını, əsas məhsulunu özü üçün, öz produktunu istehsal etməlidir. Bura kofe daxildir. Bizim kofe shopların 90%, yəni belə deyim də, ölkədə açılan kofe shopların böyük bir hissəsi hardasa sənə deyim 50-60 kilo satanlar bir bölünüb azdır. Çoxsu 10-20-30 satanlardır kilo ayda. Bu nə yapacaq qatsın özünə? Deməli istehsalçılar çox olmalıdır. İstehsalatı çox alanda kofe shoplar düzlüyündə azdır, amma belə deyim də kofe shopların işləmə prinsipi dəyişməlidir. Kofe shoplar hamısı eyni işləyir. Yəni kofe shopların işləmə prinsipi dəyişməlidir konkret. Kofe shoplara qarşı yanaşma düzgün deyil. Mən düşünürəm ki, bizim ölkədə istehsalçılar kofe shopların nazirdən çox oynayır konkret. Mən bunu sənə açıq deyirəm. Kofe shoplara qarşı bizə yanaşıblar. Elə bir ki, mən şirkətlə işləyəndə onun istədiyi hər şey eləməyə ehtiyac yoxdur. Mən Türkiyədə bu festivala getmişdik, İstanbul Kofe Festivalı. Yanımızda bir yer var, orayla maraqlandıq. Onlar da kofe satış edir. Biz onlardan sual verdik ki, bəs siz təlim filan keçirsinizmi? Kofenizi alanlara, nə bilim, xüsusi başqa xidmətlər göstərirsinizmi? Onlar keçmirlər, hə? Onlar təlim dedi, yox, biz təlim keçmirik. Təlim keçiririk dedi, təlimə amma qoşulmaq istəyəndə ayrıca ödəniş edib gəlirlər. Bu bir sənədə bu servisdir. Adam deyə bilər ki, qardaş, mənim kadrım var, pulum var, vermişəm maaşını, pulsuz təlim keçir. Başa düşdün? Burada nə var ki? Bunu eləyə bilərsən, gücü də var, eləyir. Amma ki... Kofe dəmləyirik. Kofe dəmləyirik. Amma ki, yəni, bizim ölkədəki kofe shopların yanaşması biraz düz deyil. Kofelərimizi qovurduğumuz zaman... Kofe niyə qovurulur? Kofe niyə qovurulur? Çünki dəmlənə bilsin. Yes. Elə bildim ki, cavab verəməyəcəm. Yox, bildim ki, bilərsən. Çünki SKA təlimində o sual kimi müəllim özü səsləndirir çox da onu. Kofe niyə qovurulur? Biz kofelərimizi qovurduğumuz zaman ümumiyyətlə biz nə edirik? Bizdə qovurma avadanlığı loringdir. Loringdən də əlavə bir dənə qovurma avadanlığımız var, roast. Bu balaca, sample, yəni kofenin az miqdarda nümunə olaraq qovulmağı üçün istifadə olunan avadanlıqdır. Biz bu avadanlıqda qovururuq birinci. Bu avadanlıqda qovurmaq da asan deyil. Sözümüzü kəsirəm, blenderdən istifadə qaydası. Normal, sakit, səbirlə. And Allah'a məndən maksimum 10 saniyə tez çıxara bilərsiniz belə eləməklə. Ona görə də ehtiyac yoxdur, sakit, səbirlə. Uzun müddətdir ki, bundan danışmırdıq. Qardaş, mən hələ görürəm. Mən o gün getmişəm bir dənə kofe shopda kofe içirəm, görürəm komandatla Qaqaş yaxınlıq elədi. Qaqaş komandatla başqa bir məsələyə keçdi. Yəni orada insanın bu avadanlıq kofe üyüdmək üçün deyil, kofe üyüdmə hissəsi keçdi. Yəni başqa şey, nəsə yaşayır. İstədim deyim, ay qardaş, ay lələ, adıma deyirlər. Buna pul verməmisən. Sən şirkətin buna pul verib də. Keyfiyyətsiz kofe alsan, içində daş olsa, daş da üydər. Başa düşün. Dişi məcbur eləyir ki, öldür kofeni. Başa düşün. İçəridə bildiyin razminka gedir də, sıfatka gedir içəridə. Nə olub qardaş? Bundan normal istifadə edin. Bax bu normal forma qəşəng bir ağ belə bu arada bunu ala bilərsiniz. Bunun lap seriyası çıxıbdı. Var ondan sizdə. Var. Zarda var bizim zar. Bax bunu normal belə üyüdürsüz. Sakit, rəhmətlə. Burasını paylaşmayacağam. Ala bilərsiniz yəni də yazıq barista hansı maaşı ilə alsın onu? Bir nəfər 700 manatdır. Bu nətər alsın? Yazıq barista, əgər belə deyim də, mən bu fikrinə tam şəkildə razı deyiləm. Çünki pul istəsə tapar pul. Pul tapmaq söhbəti deyil, bu bizəcə bir şeydir. Baristalar inkişaf üçün ümumiyyətlə heç nə eləmirlər axı. Yox, ümumiyyətlə mən sənə fikirləşirəm. Bax mən bir dənə sual verim də sənə, sözünü kəsirəm. Baristalara verilən maaş hamı yox, çoxsunda azdır. Düzdür? İndi mən sual verirəm. Deyək ki, çox baristalara, ölkəmizin baristalarına çox pul veririk. Bunlar nə mənə? Kimə verəcəyik yox pulu? Bu da var. Var ölkədə güclü bax, hansıca 5 elə bir ki, ümumi içindən 10 dənə çıxar ya çıxmaz, əmin ol. Məsəl üçün baristaya verəsən fiks 1500 manat. Ancaq barista işi görür, başqa heç bir məsuliyyəti yoxdur. Ancaq barista işi görür. Ver buna 1000 manat maaş. Amma baristalar görsə ki, elə maaş alan baristalar var.
bunlar da inkişaf eləməyə irəliləyərlər də, nəsə bir həvəsləri arta bilər. Razıyam, amma hamısı yox axı. Çünki nəyə görə? Mən demirəm ha, sahibkarlar bu səbəbə görə maaşları azalmır. Sahibkarların səbəbi özlərinin qazanmağıdır. Bu başqa şeydir. İndi bir dənə bir şey deyim də. Təzə başlayan barista var. Mən sual verdim, mən utandım açığı. İnkişafdan o tərəfdən danışdıq. Qayıtdı mənə deyir ki, sən özün deyir neçə ildir ki, bu işlə məşğulsan da. Sən bu dəqiqə deyir ki, harda işləyirsən ki? Sənə dedi. Sənə deməyə ponu cavabın var, niyə ki? Sənin işlədiyin yer sənə çox uyğundur. Yox, okey, bu başa düşdük. Prosta ki, yəni sən... Amma belə deməyində, başa düşdüm nə demək istəyirsən, belə düzdür. Harada işləsən? İndi bu mövzu haqqında bizim videomuz var da, ölkədə normal yer yoxdur. Yoxdur. Yoxdur qardaş. Yəni burada heç kim inciməsin məndən. Konkret olaraq bir baristanın inkişaf eləmək üçün inkişaf eləyə biləcək barista. Söhbət inkişafı eləyə biləcək baristadan gedir. Hansısa bir barista həqiqətən inkişaf eləyə biləcəksə, onun inkişaf eləmək üçün yer coffee shop olaraq çox azdır konkret olaraq. Həqiqətən tərifləmə kimi çıxmasın. Mən barista olaraq elə bir yerlərdə inkişaf eləmişəm ki, o yerin kofeyə yaxından uzaqdan əlaqəsi yox. Mən amma orada daha çox inkişaf eləmişəm. Çünki kofeyə əlaqəsi olan yerdə, bir də söz var ki, alver olan yerdə inkişaf eləmək olur. İnkişaf eləmək istəyən baristanı heç kim saxlaya bilməz. Mən burada həyəcanlanıram. Yəni bir işdən yapışsaz, bu mümkün deyil ki, siz orada inkişaf eləməyəsiniz. Sadəcə siz Allaha təvəkkül edib işinizdə inkişaf eləməlisiniz. Siz hər şeyi qatırsınız pula, ona görə də yəni ağzımı da açırsan mənim burada suallarımla. Bu dəfə jurnalist kimi gəlmişəm, başa düşdüm. Kofe qovulma şirkəti seçdiyiniz zaman qovulmuş kofelerin ilk öncə konkret olaraq düzgün analiz olunma sisteminə baxın ki, bir dənə sual verin ki, bu kofe qovulub ha. Necə əmin olun bu həmin kofedir? Bu bir. Necə əmin olun ki, bu düzgün qovulub? Bu iki. Kofenin qovulması zamanı bu da bəzi qovulma defektləri var. Yəni o da kofenin dadından hiss olunur. Başa düşdünüz? Siz coffee shop olaraq kofenizi qovulmuş kofedən ancaq müştərinin içməyini fikirləşməməlisiniz. Çoxluq müştəridir. Amma əmin olun ki, kofe blogerləri də var bizdə ölkədə. Bizdə ölkədə baristalar var, hansı ki bilirlər dadları təlimlərdə olublar. Gəlib sizin coffee shopunuzda keyfiyyətsiz kofeni içəndən sonra o sizin xadavoy marketinq deyirlərdi. O ona deyəcək ki, bu da pisdir, bu da deyəcək. Mən bu dəqiqə şirkət tanıyıram. Hamı oranın kofesini pisləyir, amma hamı orada kofe içir. Özümə sözümə protiv çıxdım. Hamı oranın kofesini pisləyir, amma hamı oradan kofe içir. Elə qonaqlar da var. Adı pisləyir, amma bilsən niyə? Çünki neçə dərəcəsi? 93. Çünki bilsən niyə? Məsələ ancaq kofe deyil axı. Söhbət ancaq kofedə deyil axı. Yəni məsələ ancaq yaxşı kofe verməyində deyil axı. Həm bizdə bir dənə çatışmır, həm kofesi yaxşı olsun, başa düşdün? Həm yeri. Kofe shoplara gəlsən ya yeri yaxşı deyil, ya servisi yaxşı deyil, ya kofesi yaxşı deyil. Biz hal-hazırda qovurmadan danışırıq arkadaşlar. Yeni kofemiz Efiopiya Buncho. Bu kofe Hani prosesdir, grade 1-dir. Mən kofedə bilsən axır vaxtdan nəyə xoşlayıram, ona görə bu kofeni almışam konkret. Bu kofe nəyə görə yaxşıdır? Kofe yormur. Yəni hər gün konkret olaraq, hər gün günlərlə içilə biləcək. Biz Bariska şirkəti olaraq anbarımıza fantastik kofelər vurmuşuq. Elə kofelər vurmuşuq ki, heç kimdə olmayıb. Mənası yoxdur. Sadəcə olaraq vurmaq lazımdır o kofeni ki, o hər gün içilə bilinsin. Sadəcə ön dəmləmə ziqzaq şəkildə 40 qram. Kofenin qovulmasına məlumatlıyam. Kofe filtr üçün qovurulub. Light qovurulub, yəni açıq qovurulub. Qovurma çəkib hardasa 11 dəqiqə. Qovurmanın turşuluq hissəsinin inkişaf elədiyi proses, yəni ona deyirlər Maillard. O hissə hardasa 3 dəqiqə yaxın, 4 dəqiqə yaxın çəkib. Burasını dedim bəsdir. Onun üçün də bu kofenin dad balansı biraz fərqlidir. Yəni bu kofe düzgün dəmlənməlidir. Yəni kofe artıq müəyyən bir istilik və müəyyən bir qovulma vaxtı görüb. Yəni uzun müddət qovulub filtr üçün. 12 dəqiqə filtr, 11 dəqiqə. Hatta uzun deyil, amma indi bu Loringdir də. Konduksiya olsaydı, məsəl üçün digər qovma avadanlıqları, proba, kisen, konduksiya. Bu olsaydı, bu öcü artıq filtr üçün uzun dərəcə deməkdir. Siz baxmalısınız ki, kofemizin qovurma dəqiqəsi neçə dəqiqədir. Yəni neçə dəqiqə bu kofe qovurulub. Əgər bu dəqiqə uzundursa və digər parametrlərdən normal qovurma vaxtından parametrlərdirsə, deməli bu kofeni dəmlədiyiniz zaman biraz az dəmləməlisiniz. Çünki artıq həll olma prosesi çox sadələşib. Başa düşdünüz necə? Yəni kofeviz artıq qovurma zamanı müəyyən bir təzyiqə məruz görülüb. Siz də kofeni dəmlədiyiniz zaman bu parametrləri qovurma vaxtı bilirsiniz deyə, kofevizi dəmlədiyiniz zaman mütləq dərəcədə siz bu kofeni biraz az dəmləməlisiniz. Məsəl üçün mən bilirəm ki, bu kofe Hani prosesdir. Hündüdə yetişir. Hani proses nədir? $5.
Honey prosesin nə olduğunu demək üçün $5 OnlyFans başa salaram sizə. Bu proses artıq kofenin müəyyən dərəcədə dadlarını ortaya çıxardıb. Və mən bunu qovuranda bunun aktoronu, yəni aktoron nədir? Kofenin rəngi. Kofenin rəngi nə deməkdir? Kofenin qovurma rəngi 60-80 aktoron aralığı espresso üçündür, 80-100 aktoron aralığı filtr üçündür. Aktoron kofenin rənginin ölçü miqdarıdır. Biz də bu kofenin aktoronundan məlumatlıyıq. Kofe 91-92 aktorondur, yəni açıq qovurulub. Açıq qovurulduğuna baxmayaraq dəqiqəsi ortadan yuxarıdır. Normal kofe qovurma dəqiqəsindən biraz çoxdur və bunun parametrlərində biz bunun turşuluğunun inkişaf elədiyi hissəyə biraz daha çox üstünlük vermişik. Çünki bizim bu kofedə istədiyimiz meyvə turşuluğudur, amma sadə formada. Yəni kofe yormasın, aftertaste qalıcı olsun, aftertaste zamanı hansısa bir narahatsızlıq bizə yaşatmasın. Bəzən kofeləri elə seçirlər ki, kofeni içirsən, kofe dadı var, onu hər gün içə bilməzsən, bir gün adamı yorur. Bura ferment infuzda da daxildir. Onu deyəcəkdim. Bu pis deyil. Bu mən içirəm ferment. Bizdə İndoneziya fermentdir. Anaerobikdir. Yəni havasız şəkildə. Yəni havasız anaerobik, yəni kofeni prosesi zamanı, natural və yaxud yuyulma prosesi zamanı onu havasız saxlayırlar. Yəni oksigen kəsilir. OnlyFans 5 dəqiqə. Kofemiz dəmləndi. Sadə formada bunu dəmlədim. Çox yormadım. Siz qovurma zamanı, dəmləmə zamanı, hətta kofe shop açma zamanı mütləq şəkildə bu kofemizin hansı kofe olduğunu ilk öncə bilməlisiniz. Nə tip kofe istifadə edəcəyinizi bilməlisiniz. Bilməlisiniz ki, qovurma zamanı istifadə olunan avadanlıq hansıdır, bunu qovuran şəxs kimdir, bunu qovuran şirkət nə qədər həqiqətən şirkət sözünə layiqdir. Yəni sadəcə kofeni alım, qovurum, satım, yəni bununla yox, partnyor olaraq birləşib mən siz kofe shopun inkişafı üçün əlləşim. Belə bir şirkətlərlə işləməyi sizə məsləhət görünür. İndi bir dənə kofemizin dadına baxaq və sağollaşaq. İnkişaf eləmək lazımdır. Yəni bütün bu mövzular həqiqətən bir məsələ var ki, bəzən danışan zaman qabağındakının başı 500 megabaytlıqdır. Az bu söhbəti mən həmişə deyirəm. Həmişə bunu bilmək istəyirəm. Sən də 1 terabaytda danışsan o yanır. Bu momentlərdə susmaqmı? Bu momentlərdə bütün kütləyə danışmaq, hamıya danışmaqmı? Ki mən hamımızı yığıram, ümumi 1 terabaytı deyirəm, istəyən götürsün. Mənim sözüm 1 terabaytdaradır. Sözü düz tərəfindən başa düşün. Və sözüm 500 megabaytdaradır. Onu 1 terabayt eləyin. Başqa nə deyim? Biraz open mind olun. Qardaş, bu kofe o demək deyil, mən alım, qovurum, satım. Barista olaraq maddi tərəfdən nələr qazana biləcəyinizi mən sizə başa sala bilmərəm. Siz konkret olaraq ayınıza bir baristadan başlayıb düzgün addımlar atsaz, siz ayınıza hardasa 2-3 min manat qazana bilərsiniz şef barista olaraq. Belə Azərbaycanda sən mən qazanmışam. Yaxşı. Qazana bilərsən Azərbaycanda. 3-4 il bundan qabaq əvvəl, hə. İndi də qazana bilərsən. 2000 rahat qazanarsan. Şef barista olaraq düzgün bar koordinator deyirlər də indi burada. Düzgün formada bizim bar koordinator vəzifəmiz var ölkədə. Bu nə vəzifədir bilmirəm. Bu bar koordinator, yəni barlara koordinasiya verirsən də. Sən bar, qalx, bar dur. Coffee shoplar şəbəkəsinin barlarının məsul şəxsi bu pulu qazana bilər. Konkret olaraq nə etməlidir? Fərqi yoxdur, sahibkar yaxşıdır, pisdir. Hər insana yaxşı da olsa, pis də olsa, o coffee shopdan onun gözlədiyi nədir? Maddi dəyər ki, inkişaf edəsin. Maddi dəyərinə qata biləcək addımlar atmalısınız. Başa düşdün? Gətirirlər coffee shopun içinə, gəlin bağa kurve qoyaq. Hə. O kurve orada nə edəcək? Günə 5000 al ver elə. Allah eləsin inşallah. Elədim. Düzdür. Mən də demişəm o söz əvvəl. Ki, gəlin bağa kurve qoyaq. Sonradan çatdı ki, bunu qoyduğuna bax, düzdür. Bağda keyfiyyəti görsən, düzdür. Sən bir şey ki, bunu aldırırsan, bu bunu istifadə eləmir. Sən 2 dəqiqədə bir onu eləyənsən, eləməyirsən, başa düşün, mikron ayırırıq. Çıxanda 5 dənə filtr ayırarsan mikron, gömətə ayırırsan. Mən demirəm, ondansa güclü, yaxşı və stabil üydə Mazer ZM al, Myconin al. Yox, sən bir əlindəki personal bax gör hansı səviyyədədir. Əlində bir kərfin deyə bilmir, qanlı kurva istifadə edəcək. Yəni, siz coffee shopların iş prinsiplərinə baxmalısınız ki, bu adam nə istəyir. Coffee shopun iş prinsipinə baxdığınız zaman əmin olun ki, insanlar istəsələr daxil olurlar bir dənə coffee shop şəbəkəsinə. O şəbəkədəki fikirləri dəyişər və istədiyi kimi onu idarə edər və özünü əvəz olunmaz işçi eləyər. Özünüzü əvəz olunmaz işçi eləsə, siz inkişaf edəcəksiniz. Sabahda bir gündə siz o şirkətə qovurma gətirə bilərsiniz, oranın kofe satışını qaldırıb, qovurma gətirəndən sonra siz özünüz qovura bilərsiniz.
qovulmalı, bu da öyrənə bilərsiniz. Yavaş-yavaş ölkədə avtomatik olaraq qovulma artacaq. Gələcəkdə başqa qovulma şirkətinə keçə bilərsiniz. Addımlar çoxdur. Eləmirsiniz. Əvəz olmaz işçi olmaq istəyirsinizsə, müdirin hər dediyinə deyin əladır. Sənin fikrini bəyəndim. Möhtəşəm. Elə bir ki, gəlin, uzaqdan düşdün, düz elə bir... düz götürün, nurulu baxın, elə gedəcəksiniz. Yəni, xalastoy axıra kimi. Onda olacaqsınız əvəz olmaz işçi. Yəni, hər şeylə razılaşmaq olmaz da, biraz inqilab ruhu olsun da. Yox, inqilab İnqilabı demirəm, yox, bilirəm. Bizdəki inqilab ancaq... İnqilab ruhu zad olmasın. Müdür nə deyirsə onunla razılaşın. Məndə bir dəfə elə bir ruh oldu, bir uzun müddətli ki, özümdə iş axtarıram. İş axtarsan səni də Yox, axtarmıram, daha ehtiyac da yoxdur, onsuz da əsgər gedirəm. Yenə də, amma elə ruh zat eləməyin. Yəni, ölkədə üzdə olan, konkret olaraq üzdə olan bəzi baristalar var. Baristadırlar. Şef barista var, şimdi hələ kofenin bu barın arxasındadırlar, düzdür. Siz inkişafı düzgün eləsəz, sizi avtomatik axtaracaqlar. Sizi axtarıb tapdığınız şirkətlərə siz böyütsəz, bu digər sizin kimi insanların yetişməyi deməkdir. Nə də? Əgər axtaracaqlar, axtarmayacaqlar. Ada indi eləsə də, eləsə. Eləyəsən axtarmayacaqlar. Heç var gec deyilsən. Başım. Heç var gec deyil. 4-2 manatlıq kofe. Heç var gec deyil. Eləyə bilərsiniz. İnkişaf eləmək lazımdır. Biz gülürük, amma sözümüzü həqiqətən deyirik. Xahiş edirik, inkişaf eləyin. Sadəcə inkişaf eləmək üçün siz kimdənsə kömək istəyə bilərsiniz, kimlərinsə təlimlərinə gedə bilərsiniz, harası yaxınlaşa bilərsiniz. Bu uşaq, mənim müəllimim var, Əli Rıza, çox adam onu Azərbaycanda tanıyır. Əli Rızanın məndən qabaqki tələbəsidir. Məndən qabaq onu tanıyır. Halbuki bu Əli Rızanı tanıyanda Sfera bunu tanımırdı. Əli Rızanın yanında təlim keçəndə Sfera bunu tanımırdı. Mən özüm Məhəmmədi tanımırdım. Mənim tanıdığım Məhəmməd bir dənə öz böyük qardaşım idi. Bu, yəni, görürsünüz, yəni bu adam eləyib də, bunu eləyib. Siz də eləyə bilərsiniz. Bu addımlar o vaxtı, o dövrdəki Məhəmməd və Məhəmmədin o dövründəki vaxtı baristalar üçün elə belə pul xərcləmək kimi sayıla bilərdi. Əmin olun ki, bunun o addımlar onu bugün bu vəziyyətə gətirib çıxardıb ki, ölkədə kofe sferasındakı insanların 80-90% Məhəmmədi tanıyır. Fərqi yoxdur. Məhəmməd pul qazanır, qazanmır, tanınır. Əsas olaraq, əsas adınızın, rəğbətinizin qalxmağıdır. Pul sizə gəlib gedən şeydir. Tanıdım. Yox da indi az şey gəlsin, o cür deyirəm. Yəni, sabahda bir gündə... Nəsə başıma gəlib deyərsiniz ki... Bu videonu kəsib paylaşarım. Qara bir dənə effekt verirəm. Kəsib paylaşa da bilmirəm, mən getdim o sən əvvəldən hazır açıb bir dənə... Onu saxlayın. Saxla. Öpürük sizi. Xahiş edirik. Diqqətlə sözlərimizi izləyin, videolarımızı izləyin. Sizlə, belə deyim, inkişafla bağlı nə istəsəniz. Mən bütün gün 9-dan 6-ya buradayam. Ürək istəyən yaxınlaşa bilərim. Hər bir şey üçün. Kofe üçün, inkişaf üçün, sual üçün, cavab üçün, təlim üçün, nə istəyirsiniz, fərq eləmir. Mən buradayam. İnkişaf eləmək istəyənlərə mən bacardığım qədər kömək eləməyə hazıram. Kimsə də gəlib mənə də kömək edə bilər. Mən də həmişə təkliflərə açığam. Mən də nəsə öyrənmək istəyirəm. Öyrənməyi sevən adamam. Həmişə istəmişəm ki, öyrənim. Düzgün formada inşallah inkişaf eləyək. Öpürəm sizi və salam. Sağ olun. Deməli bir gün bir adam